Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız. Bugün 3 yanvardır, səhər tezdən saat 5-dən durmuşam. Bugün Elman da mən də işdəyik. Maloçkadayıq. Elman gəlməlidir. Elə yazıb ki, durmuşam. Nə vaxt gələcək bilmirəm. Hal-hazırda 6:15 dəqiqə. Ruslan da dünən Aminçildən getmişdi gəzməyə. Oradan da bildim ki, xuliqan gedəcək onlara. Hələ də oldu. Getdim Amagilə. Elman da yazıb ki, bir gün gətirərəm işə gələndə. Yəni sabah gətirməlidir. Heç nə, oturub Elmandan cavab gözləyirəm ki, nə vaxt gələcək. Mən də geyinim, hazırlaşım, çıxım. 6:45 dəqiqə Elman yazıb ki, çatmışam, düşürəm aşağı. Deyir, probkalar var idi, ona görə gec gəldim. Axşam yenə qar yağıb. Geliyor Elmançık. O gelsin. Annenin maçlı tanımaya çömeliyim. Səhər yemək yeməmişəm ama gücüm yoktu. Sınavdan taksistler yığılır bura. Taksist neydi? Prazdnik günü gelsin. Burada şeyde stolova var. Hiç işığı sonunda işləmir bugün. Qoyub. Yəqin bayram günləri işləmirlər. Tez duş gedəcəm mağazaya. Bir saatdır telefona belə çəkmədim. Sən getmirsən axı. Sonra gəlib yer axtarmayam. Görüm hardan yer tapıram. Yer olmur ki, hamısı da bu xadmıydı evdədir. Düşən kim qaçacaq? Başdım. Davay baka. Oy. Heç evdə baxmamışam. Açar cibimdədir, yoxsa yox. Dəli olacam indi. Cebimdədir. Ura. Bax, özü getmir. Mən nə var? Gitti. Bismillah. Ay Allah, bu gün də məndə maşın yoxdur deyəsən nə? Məncə yoxdur. Dünən olubdu, amma Elmanda var. Saat 6:10-dur, mənim üçün normal vaxtdır. Mən elə avtobusla gələndə də belə gəlirəm. Sadəcə Elman hardasa deyir bir 10 dəqiqə yer axtarıram maşın saxlamaq üçün, ona görə onun üçün vaxt gecdir. Bu nə? Hə, dəli oldum ya. Dedim mən bunlara pay verməmişəm. Bunlar yəqin mənə pay gətir. Bu şeydir. Direktora pay almışıq o da. Bir anlıq qorxdum. Dəli oldum. Qoy. Ha, bilməm, kesin səvə çörəyi unutmuşdum. Yüləyə dedim ki, Yülə. Çörəyi unutmuşam. Əslində unutmuşdum, fikirləşdim ki, gətirib paylarını qoyanda çörəyi də götürürəm. O da nə mən gəldi, nə Rusik gəldi. Vot. Dedim, Yülə, asmayan şkafıma özüm tullayaram. Ay, buraya çiftlərlər o çörək. Ayağım varsan benzidir. Xoşum gəlir burada işləməkdən. Burada işləmək asandır. Burada nə çıxsaq? Neçəyə seçimi işləyirsən, sonra da gedirsən.
Hələ yaxşı ki, Elman da işlədir, çünki öz xodunla gedəndə gec çatırsan. Gedək görək. Bu cürə nə qədər adam var. Hə, qızlar. Uy, üşüdüm, geyinim gəlim. Deməli, bu nədir? Pekarnyada upravляющimiz уволиться edibdi. Çıxıb işdən. Ona görə də biraz işimiz qəlizləşibdi. Biz выходной işləyirik. Planımda vardı, Ruslanı izin nətər qaldı. Planımda var idi ki, Ruslanı aparım, şəhərə gəzdirim. O nə bilim, işimiz getdikcə çətinləşir. Düz qabağımızda təzə pekarnya açılır. 92 nəfər olacaq bugün. Вот. Bilmirəm bizim axırımız necə olacaqdı. Bir ara sabahda 152 nəfər. Çox. Bir ara bu işdən çıxmağı fikirləşirdim daha. Görək nə olur. Bilmirəm bundan sonra maaşı nətər olacaqdı. Həm də rukovodство istəyir ki, biz bir işləyək. Dünə 2 gün mən tək işləmişəm. Deyir 2 işləməyin, bir işləyin. Bir işləmək çətindir. Bütün günü səhər saat 8-dən 10-a kimi tək. Oy, bugün 213 dənə süd verəcəm. Sabah bə. Sabah süd gün deyil ki. Sabah. Vay. Kefir dalıcı gələnlər çox olacaq. Bugün süd günüdür. No ladno, gedim qapını açım. Allah kərimdir. Günə maşın varmış. Bunlar niyə dəyişiblər ki maşın vaxtını? Həmişə maşın gəlirdi. 5-ci gün. 5-ci gün. Bunlar niyə 6-cı günə qoyub maşını? Bugün 6-cı gün deyil. Aynı üçün. 6-cı gün. Anlamadım gitti. O zaman bugün oturup maşın gözləyərik. Biz də artıq abeddə axırıncı adamı indi yola saldım. Gedim tez qapı, yadımdan çıxır ki, açarla bağlayıram. Gedim tez qapını bağlayayım. Gəlməsinlər, vay buradan keçmək var. Mənə tapqam işlanır. Uy. Sürüşkəndir. Ay, bu tapqa ilə elə sürüşürəm. Bu tapqadan bütün iş yerlərimi aparmışam da. O bir iş yerimdə də var. Oy. Yer su olan kimi sürüşürəm, az qaram yıxılım. Eləcənə də burada. Gedim gömünə tapıram yeməyə. Mal gəlmişdi. İndi getdilər. Vaditil. İndi getdi. Yəqin ki, buradan da Elman yanına gedibdi. Bağlanmamıza 2 dəqiqə qalıbdı. Qızlar da mənə yazır ki, mama gəl bugün gedək gəzməyə. Vegas'a gedək, nə bilim, kinoteatra gedək, oradan falan parka gedək, Bəhman parka gedək. Deyirəm ki, Ruslan yoxdur da, Ruslan gələydi sabah gedərdik də, o da gəzərdi. Yox, bugün getməliyik biz mütləq. Nəysə, düşüblər üstümə ki, bugün gedək. Deyirəm ki, heç yarısına bugün gedək, yarısına sabah gedək. Çünki biz elə gedib parka çatana kimi saat 7-9 olar. Çatdırmayacaq biz sizin planlaşdırdıqlarınızı. Düşüblər ki, tez ol gəl. Maşında indi Elmanın yanına getdisən, 1,5 saatda orada boşardarlar malları. Oradan sonra gözlə Elman çıxsın, gəlsin, gedək. 1 saat beləntisinə vaxt gedəcəkdir. Ne bileyim. Как-то без Русика adam как-то несправедливо da, uşaq əsas həmişə evin ən balacası çoxlu gəzmək istəyər. O da gedib nənəsi gilə. Dünən aparıblar. Getmişdi Amincillə gəzməyə. Hələ dönə dedim ki, axşam evə qayıt gəl.
Elman başlayıb mənə yaza ki, qoy gəlsin bizə, qoy uşaqlarla gəlsin bizə, evdə darıxır, qoy gəlsin bizə. Vəsə, getdi onlara. Mən də neynim ay Rusik? Mən 3-4 dəfə dedim ki, sabah gedək, sabah gedək. Vəriş də dedi ki, mən işdən bugün icazə almışam, sabah işləyirəm. Tak что, neynik də, gətirim onda buraları silim təmizləyim, elman malları qəbul edənə kimi, ondan sonra gedərik gəzməyə. Buranı babat batırıblar. Prosta çox sudur deyən mən yenə deyirəm, sürüşürəm. Gətirim tez yuyum, elman maşını qəbul edənə kimi. Çox bərbad gündədir. Bir-ikisi sürüşürdü, mən özüm də sürüşənəm yaş yerdə. Sonra yıxılıb eləyərlər, şikayət yazarlar mənə. Elman yazdı ki, çıxıb uje. Uşaqlar da 50 dəfə yazdılar, mama hardasan, mama hardasan. Dən qapını yoxlayım. Bağlıdır. Hə, indi evdə oturublar, qəşəcə bəzənib, düzəniblər, hazırlaşıblar. Gözləyirlər ki, mama gəlsin, çuçila kimi. Gedək gəzməyə. Mən də biraz əlimin altına nəsə var idi. Yalandan palandan bəzəndim. Gidək görək, nə olur başımıza, nə işlər. Çöldə nə gözəl qar yağır. Burası sizə bunu göstərə bilmirəm. Gözəlliyi. Görsənmir telefondan. Sən necə də gözəlsən. Gözləyə elman gəlsin, gedək. Bu gələn elman maşınına oxşuyur. Böyle havadan. Dilemniya bugün ən çətin gün olubdu. Harda? Для тебя? Adam çox idi səndə? Mən dincələ işlədim. 60 nəfər idi. Sabah bax. Bir bukva deyirsən ki, kefir tvorog наличението. Склад работает 7 числа. Ближайший заказ будет с 7 числа. А что делать? Вы мне скажите, когда за ними придете. Я вас запишу. Придете, заберете. 8 или 9. Все, я вас записал. Только обязательно приходите. Gedir Pıçanır Bey'le. Özü Rus'la. А tvorog не даете? Ağzımda deyirəm, tvorog yoxdur. Səni yazın. Gələndə verərəm də, koltuğun altına verərəm, gedərsən sevinə. Yine belə, tvorog ne to? Sonra da bizi bəyənirlər, görsən. Telefonumun da yaddaşı yoxdur. Heç nə çəkəcəm, necə çəkəcəm bilmirəm ki. Park Сказкая, но завтра. Başıma bundan qatılır. Rusik gələrdi, bir yerdə gəzərdik də. Я не могу без него. Elə bil ki, предательстволыqdır. Все, хватит. Bu bir tərəf. Neyim, gələ baxım. Ничего не делай. Bu tərəfimi heç eləmədim. Нормально? Nəsə elədin ki? Ты красный-красный хочешь? Day. Telefonda görsənmir. Biraz elədi, biraz elədi. Gruzinski nə yiyəcəm, müşnə? Mən öz yeməklərimi istiyorum. Правильно. Опять неправильно Ты сделала? делаешь на лицо, надо от лица. Я так хочу. Но это неправильно. Hani mən şey biraz oradan, biraz buradan siz hazırlaşın kimi. Saçma.
terfe vuracağım ya dumancıktan. Ha, o terfe. Bu fenden... Oy, oy, səhv elədim. Bu fenden Alina'yı almaq istəyirdim. Tapa bilmirlər ki, hara gedək gəzməyə. Bu şey giyinmiş yazırıq. Böyle durum ki, ışık gözümü şeylemesin. Девочки, если вы все кидай, я не буду волосы крутить. Yalandan edirəm oradan buradan. Böyle olduk. Oradan buradan. Gidelim, ладно. Kino seçtiniz? Могу и куртку поменять, но... Sabahdan da Rusiklə gəzərəm. Rusik yəqin ki, səhər gələr dəyim onunla. Gəldik, çatdıq Brasilyaya. Qızlar çəkənməyəcəm. O deyir məni çəkmə, bu deyir məni çəkmə. Ancaq özümü çəkib vlog eləyərəm, yaxşı. Gəldik. Gəldik, çatdıq Kolumbusa. Görək burada nə tapırıq. Gəzməli yerlər. Hə qızlar, biraz da mən danışım. İşdəydim, uşaqlar dedilər ki, mama gəl qız-qıza gedək gəzməyə. Hər hansısa bir mola, ticarət mərkəzinə, kinoya, fərq etməz. Amma bir yerdə gedək. Mən də razılaşdım. Xoş istəyirdim Ruslan da gəlsin. Ruslan da evdə yox idi. No, heç nə olmaz. Bu gün qız-qıza olarıq. Gəldik ticarət mərkəzinə, Kolumbusa gəldik və burada fikirləşdik ki, gedək, oturaq, hardasa yemək yeyək. Evdə də bu fikir var idi. İkimizdən keçirdi ya türk mətbəxi, ya gürcü mətbəxi. Xaçapuriyə istəyirdik girək. Orada очередь çox uzun idi. Hətta çölə qədər çıxırdı. Ona görə də qərar verdik ki, gürcü mətbəxi ya da türk mətbəxlərinə baxaq. Burada gəzirik yavaş-yavaş, hamısının menüsünə baxırıq və seçirik. Kiminsə xoşu gəlir, kiminsə yox. Mən də evdə deyirəm ki, mən başqa millətin yeməyini yeyə bilmirəm. Yeyə bilmərəm daşı. Ona görə gəlin gedək türk mətbəxinə. Var idi İstanbul kafesi. O aşağıdaydı. Birinci mərtəbə. Oy, yox. Üçüncü mərtəbədə. Və bu Taksim 4-cü mərtəbədə. Orada baxdıq, burada baxdıq. Bura bizə daha bahalı gəldi cibimizə görə. Fikrimizə görə bura çox bahalı idi. Düz içəridə oturmağa yeri falan var idi, amma bahaydı. Ona görə sonunda gəldik, gürcü mətbəxini seçdik. Gruzinski kanikulda oturmağa qərar verdik.
Seçdiniz? Сейчас придут, а то еще долго будем ждать. Hayda. Ты не нужна. Можешь ты двигаться? Bunun adı nə gedir? Надо вообще. Deyirlər ki, o yolkanın yanında şəkil çəkdirir. O yolka göydən asılıb. Çox gözəldir, ha? İşıqlar hər yer. Çılçıraq, qəşəng. Yolkanın altdan çəkin biraz. Нет, там не надо. Nə qədər adam var, nə qədər adam var. Görür ki, mənim uşaqlarımın Kiko firması xoşuna gəlir. Gedib gəlib ancaq buna baxırlar. Qızlar gəliblər sertifikatı xərcləməyə. Hansın ki, mamaları yeni ilə pay veribdi. Biz artıq çıxırıq, gedirik evə. Yolumuzu tutduq ev tərəfə, amma heç evə getmək istəmirik. Belə qərar verdik ki, buradan gedək pekarniyaya, mənim iş yerimə. Orada da oturaq, biraz kofe içək. Getdik, orada düz 1 saat oturduq, kofe içdik, biraz yedik, biraz şəkil çəkdik. Sonra gördük, avtobus 20 dəqiqə sonra olacaq. Dedik ki, hava qəşəkdir, peşkom gedək evə. Bu da kələ kötürlü yollarla, qarlı, duzlu yollarla gedirik evimizə. Artıq saat 11-ə qalıb və biz gedirik evimizə. Deməli, getdik, sertifikata bunu aldıq. İkisi 4000 neçə idisə, 2000 neçəsə başa gəldi. Elə? Şimdi açıb içində göstərərik. Deməli, beləncəsinə bileziklər qubdu. 31 yəqin nömrəsi də xalenk nəpis dırılır. Bu nədir bə? Highlighter belə rozu rəngdədir. Kamerada düzdür ağ görsənir, amma əslində rozu rəngdədir. Bu da nömrə ilə olur balam. Nə bilim daha. Beləncəsinə ikisinin də xoşu gəldi, aldılar. Sağlıqla işlədi. Özün qoy korobkaya da mən bir əlindən nipolu çəkdim.